Günlərdən adi bir gün idi. Sakit bir səhər, amma ölümün qoxusu havaya qarışmışdı. Polis lentləri, qırmızı işıqlar və sirenlərin səsi ilə sükut parçalanmışdı. Hadisə yerində iki cəsəd vardı, Nurxan və Ceyhun. Hər ikisinin cansız bədəni yerə sərilmiş, gözləri sanki cavab axtarırmış kimi açıq qalmışdı. Olay yerinə 3 nəfər yaxınlaşırdı. 3 dahi dedektiv, Nəzo, Xan və Tural. Onlar şəhərin ən güclü istintaq qrupuydular. Nəzo ağılı və planları ilə tanınırdı. Xan iti baxışlı, qartal gözlü bir izləyici idi. Tural hər bir detala fikir verən, soyuqqanlı təhlilçi. Onlar əraziyə baxıb başlarını yellədilər. Heç bir iz, heç bir barmaq izi, heç bir kamera görüntüsü. Sanki qatillər havaya qarışmışdı. Nəzo dərin nəfəs aldı. Xan dişlərini sıxdı. Tural isə sükunətlə əlavə etdi. 3 gün keçdi. Amma nə bir iz, nə bir şahid. Sanki cinayət havada yox olmuşdu. Ta ki bir gün. Ağ geyimli, üzü örtülü bir qadın Nəzonun ofisinə bir məktub göndərdi. Xan bu çağırışı gizli şəkildə qəbul etdi. Dostlarının xəbərdarlığına baxmayaraq. Nəzo onu dayandırmaq istədi. Amma Xan inadla dedi. Bəzən həqiqət üçün tələyə girmək gərəkir. Görüş yerinə çatanda ağ geyimli qadınla qarşılaşdı. Qadın sakit, lakin soyuq səslə dedi. Qatili səhv yerdə axtarırsan. Həqiqət torpağın altında deyil. Xan qəzəblə qıza yaxınlaşdı. Amma qadın bir anda çevik hərəkətlə onu yerə sərdi. Xan huşunu itirdi. Gözlərini açanda yanında Nəzo və Tural vardı. Onu tapıb xilas etmişdilər. Amma Xanın ağlında bir cümlə qalmışdı. Bu sözlər hər şeyi dəyişdi. Nəzo məzarları açdırmaq qərarına gəldi. Ceyhun və Nurxanın tabutları açıldıqda. Nurxan yox idi. Tural donub qaldı. Nəzo hər şeyi anladı. Əslində Ceyhunu öldürən elə Nurxan idi. O, iynə vasitəsilə bədənini müvəqqəti donuzdurmuşdu. Öz ölümünü saxtalaşdırmışdı. Məqsədi Ceyhunun pullarına sahib olmaq idi. Amma planı pozan biri oldu Günəş. O, həqiqəti öyrənib dedektivlərə çatdırdı. Nəzo dərhal plan qurdu və həmin gün Nurxan iş üstündə tutuldu. Xan və Günəş onu yaxaladı. Nurxan qaçmaq istəsə də, Günəş onu sərt şəkildə yerə çırpdı. Nurxan həbs olundu. Amma bu sadəcə başlanğıc idi. 5 il keçdi. Nurxan zindanda idi. Amma zindanda belə sakit deyildi. Gecə-gündüz qaçış planı qururdu. Qisas almaq istəyi onu diri saxlayırdı. Bir gün paltar yuyulmağa gedərkən, Nurxan yuyulacaq paltarların arasına girdi və oradan gizlicə qaçdı. İndi azad idi və intiqam vaxtı çatmışdı. İlk hədəfi Xanın ən yaxın dostları Baba və Elvin oldu. Onları öldürdü və cəsədlərin üzərinə bir məktub qoydu. Xan məktubu oxuyanda anladı, Nurxan geri dönüb. Nəzo dişlərini sıxdı. Tural isə əlavə etdi, əgər bir daha tutularsa bu dəfə ömürlük. Nurxan öz dəstəsini qurdu. Artıq o tək deyildi. 3 dedektiv və Günəşə qarşı ölümcül plan hazırladı. Bir gecə hücum başladı. Qanlı döyüş, partlayan binələr, kölgələr. Kölgələr arasında səslər. 3 dedektiv çətinliklə sağ qalırdı. Nəhayət Nurxan onları ələ keçirdi. Nurxan təbəssümlə dedi. Amma o, bir şeyi unudurdu. Dedektiflərin üzlərində gizli sinyal cihazı vardı. Polis onların yerini artıq bilirdi. Qapı qırıldı, polislər içəri doluşdu. Nurxanın adamları tutuldu. Nurxan qaçmağa çalışdı. Amma qarşısında Günəş durdu. İkisi arasında amansız döyüş başladı. Günəş vuruldu amma dayanmadı. Xan və Tural yetişdi. Nurxan silahını çəkdi. Ateş etdi. Günəşi yaraladı. Xan dəli kimi qəzəbləndi. Onu öldürmək istədi. Tural çətinliklə onu dayandırdı. Nəzo və Tural məcbur qalıb. Ateş açdılar. Nurxan yerə yıxıldı. Son nəfəsində pıçıldadı. Sükut çöktü. İntiqamın kölgəsi yox oldu. Gecə bitdi. Səhər günəşi qırmızı buludların arasından doğarkən 3 dost Nəzo, Xan, Tural sükut içində dururdu.
Yanlarında yaralı günəş uzanırdı. Nurxanın bədəni sükutun içində uzanmışdı. Nəzo pıçıltıyla dedi, bəzən ən böyük qətl insanın öz içindəki qaranlığı öldürməməsidir. Həmin gün onlar bir daha anladılar, ədalət bəzən gec gələr, amma mütləq gələr. Günəş hələ də xəstəxanada idi. Güllə onun qabırğasından keçmişdi, amma həyatını xilas etmək mümkün olmuşdu. O, aylar sonra gözlərini açdı. Xəstəxananın pəncərəsindən günəş işığı düşürdü. Xanon, Xan onun yanında idi. Sakitcə dedi, geri döndün. Günəş zəif səslə cavab verdi. Qaranlığı bitmədən necə gedə bilərdim? O, sağ idi. Amma o da bilirdi, bu döyüş hələ bitməmişdi. Nurxanın ölümündən 3 ay keçmişdi. Şəhər sakit idi. Cinayətlər azalmış, küçələrdə nizam yaranmışdı. Sanki fırtınadan sonra gələn sakitlik idi bu. Amma Nəzo yaxşı bilirdi, sakitlik bəzən fırtınadan daha təhlükəlidir. Xan hər gecə günəşin xəstəxana otağında otururdu. Onun yarası sağalsa da, ruhundakı izlər hələ də dərin idi. Günəş bir gün sakit səslə dedi, Nurxan getdi. Amma onun ardında bir iz qaldı. Hiss edirəm, hələ nəsə var. Xan pəncərədən çölə baxdı. Şəhərin uzağında qaranlıq bir bina görünürdü. Hə, o ölsə də onun yarat. Onun yaratdığı qorxu hələ yaşayır. Nəzo o axşam bir dosya gətirdi. Masa üzərinə qoydu. Baxın, bu Nurxanın ölümündən sonra baş verən 3 müəmmalı cinayət. Hamısında eyni iz, eyni imza. Günəş dosyeni açdı. Hər cinayətin yanında qırmızı qələm ilə yazılmış eyni söz vardı. Xan qaşlarını çatdı ona görə. Yəni kimə görə? Nəzo dərin nəfəs aldı. Düşünürəm ki, kimsə Nurxanın işini davam etdirir. Və ya, ondan da təhlükəlidir. Tural otağa daxil oldu. Əlində gizli məlumatlar vardı. Hər 3 qurbanın ortaq bir tərəfi var. Onlar Nurxanın zindanda olduğu illərdə ona kömək edən adamlar olub. Sanki kiminsə izləri təmizləmək planı var. Xan bir stul çəkib oturdu. Deməli, kimsə. Kölgələrdə gizlənir. Nurxanın ruhu yox, amma varisi qayıdıb. O gecə şəhərin kənarında köhnə bir anbar yandı. İçəridə bir cəsəd tapıldı. Cəsədin yanında bir yazı vardı. Nəzo hadisə yerinə gəldi. Sükut içində yanan anbarın külünə baxdı. Bu sadəcə cinayət deyil. Bu oyun mesajıdır. Xan yanındakı polislərə baxmadan dedi və oyunu başlatan hələ görünməyib. Günəş kül içində bir əşya tapdı, qırıq bir medalyon. İçində Nurxanın şəkli və bir qadının izi vardı. Bu kimdir? Nəzo şəkilə diqqətlə baxdı. Bu qadın. Nurxanın sevgilisi Nayla. Tural dərhal arxivə müraciət etdi. Sənədlərdə yazılırdı. Xan gözlərini sıxdı. Bəlkə də. O heç vaxt ölməyib və indi qayıdıb. Detektivlər dərhal strategiya qurmağa başladılar. Şəhərin kənarındakı köhnə anbar bir xəbərdarlıq idi. Hər addımda Nurxan və Nayla bir mesaj buraxırdı. Nəzo, Xan və Tural ayrı düşdü. Nəzo psixoloji oyunları izləyəcək, Nayla və Nurxanın hər hərəkətini analiz edəcək. Xan fiziki müdaxilə və operativ hərəkətləri planlayacaq. Tural texniki dəstəklə bütün məlumat axınını izləyəcək, hər kameranı, hər iz sürəcək. Günəş polis ilə əlaqə saxladı. Nayla şəhərin köhnə küçələrində görünməyə başladı. Onun planları Nurxanla üst-üstə düşürdü. Nayla sükutla, amma soyuqqanlı şəkildə hər addımını atırdı. Bir gecə Nayla gizli olaraq Detektivlərə bir mesaj göndərdi. Xan dedi. Nəzo başını yellədi. Tural isə ekrana baxaraq pıçıldadı. Nayla göründü, qısa, güclü addımlar, soyuqqanlı baxışlar. Nurxan isə bir addım arxada, bacısını qoruyaraq hərəkət edirdi. Yəni o gecə Nurxan ölməmişdi, Xan pıçıldadı. Bu sadəcə intiqam deyil. Bu bir psixoloji sınaqdır. Xan başını yellədi. Tural isə əlavə etdi. Xan, Nəzo və Tural isə pusuda idi. Hər bir hərəkət, hər kölgə, hər səssiz nəfəs izlənirdi. Günəş radiosu vasitəsilə koordinasiya edirdi.
Nayla birdən qaranlıqdan çıxaraq xanın qarşısında dayandı. Xan soyuqqanlı. Bu detektivlər bizə qarşı çox ağıllıdır. Amma planımız hazırdır. Onlar final hücumuna keçdilər. Hər tərəfdən atəş səsi, partlayış və qışqırıq eşidildi. Amma detektivlərin hazırlığı onları həyatda saxladı. Xan yaralandı, amma geri çəkilmədi. Tural və Nəzo bacarıq və ağılla hücumları dəf etdilər. İkisi arasında bir anda sakitlik oldu. Nurxan və Günəş üz-üzə gəldi. Nurxan silahını çəkdi, atəş açdı, Günəş yaralandı, amma dayanmadı. Xan və Tural yetişdi. Nayla hər şeyi son dəfə sınamaq üçün addım atdı. Amma Nəzo pıçıldadı. Detektivlər bir-birinin gücünü və ağlını birləşdirərək Nurxan və Nayla. Nurxan və Nayla qarşısında üstün gəldilər. Nurxan yerə yıxıldı. Nayla əsəbi və çaşmış halda geri çəkilsə də Günəş tərəfindən ateş edilərək öldürülür. Son nəfəsində Nurxan pıçıldadı. Qisasım tamamlanmadı. Sükut çöktü. Şəhər yenidən sakitləşdi. Detektivlər və Günəş yaralarını sararaq qalib gəldiklərini başa düşdü. Amma xatirələr və izlər həmişə qalacaqdı. Xan üzünü şəhərin işıqlı küçələrinə tutaraq dedi. Qisasın kölgəsi getdi. Amma hər zaman bir sirr qalacaq. Nəzo başını salladı. Hər sirrin bir açarı var. Bu dəfə biz açdıq. Tural sakitcə əlavə etdi. Hər gecənin bir sabahı var. Bizim üçün də yeni bir başlanğıc. Günəş medalyonu əlində tutaraq baxdı. Nayla yoxa çıxdı. Nurxanın kölgəsi isə şəhərin qaranlıq künclərində itdi. Sükut çöktü və şəhər yenidən öz gündəlik həyatına qayıtdı. Amma bu gecəki intiqam və oyun heç vaxt unudulmayacaqdı. Son.